Salam dəyərli abunəçilər, hər vaxtınız xeyir olsun. Bugün sizə maraqlı bir sualınızla ilə gəlmişəm. Deyir ki, sualımızda işıq mənbəyindən ekrana qədər olan məsafə 1 metrdir. Deyir, əgər ekranda hündürlüyü 5 sm olan cismin kölgəsinin ölçüsü 50 sm alınarsa, cisim işıq mənbəyindən hansı məsafədə yerləşir? Gəlin bunu vizual olaraq təsvir eləyək. Baxın, burada bir dənə mənbə götürək, sarı rəngdə işıq mənbəyi və ekran çəkək. Ekrana deyir ki, 1 metr məsafədə olsun. Bax, çəkdim bura. Buradan da bunu birləşdirək. Olsun bu isə nə? Ekran. Əla, bunu çəkdik. Bu işıq mənbəyidir, sarı yer işıq mənbəyidir. Bu isə ekrandır. Qabağında olan ekran olacaq. Əla. Bunu çəkdik. Deyir ki, cismin hündürlüyü 5 santimdir. Amma cismi hara qoyduğumuzu bilmirik. Yəni onu axtarırıq. Zaten cismi hansı məsafəyə qoyacağıq, onu axtarırıq. Cismin indi ölçüsünü başqa bir rəngdən yazaq bura. Qoy biraz fərqlənsın. Cismin ölçüsünü başqa rəngdən yazaq bura. Baba, buradan bir dənə yaşlı bir rəngdən yazaq ki, cismin ölçüsü bu olsun. Çəkdik bunu. Əla. İndi mən bunu niyə belə etdim uşaqlar? Çünki üçbucağın oxşarlığından istifadə eləyəcəyik. İndi uşaqlar bizə deyir ki, cisim hansı məsafədə yerləşir işıq mənbəyindən. İndi həmin məsafəni biz x qoyaq, yəni bunu istəyir bizdən, düzdür? Bunu istəyir, düzdürmü? Baba, balaca məsafəni istəyir bizdən. O yaşına qədər məsafəni istəyir. İndi ölçüləri yazaq. Əvvəlcə biz bunu birləşdirək, düzbucaq, üçbucaq alınsın. Oxşarlığı görə bilək ki, biz rahat işləyək. Burada bir dənə kiçik bir şey oldu, bunu silək. Əla. Gələk bu oxşarlığı tamamlayaq. Tamamladıq burada. İndi biraz böyük oldu, eybi yoxdur orada. İndi məsafəni yazaq. Deyir ki, yəni bu cismin ekrandakı kölgəsinin uzunluğu deyir ki, ölçüsü 50 sm. Yazaq bura 50 sm. Əla. Cismin özü 5 sm hündürlüyü. Baxın burada iş deyir ki, sonda işıq mənbəyindən ekrana qədər olan məsafə nədir bəs? 1 metr, yəni 100 sm. Bunu da yazaq bura. Əla. Bunu da yazdıq. Super. İndi üçbucağın oxşarlığından istifadə edə. Baxın, bu bucaq hər ikisi üçün ortaqdır. Zaten bura 90 dərəcə olduğu üçün hər ikisi üçün keçərlidir. Əla. Deməli, iki bucağı eynidirsə, avtomatik üçüncü bucağı da eyni olacaq. Bunu da bilirik. Deməli, bu üç bucaqlar oxşardır. İndi oxşarlıq necə olacaq? Tərəfin tərəfə nisbəti. Birini kiçik tərəfdən götürəcəm, yəni birini kiçik üçbucaqdan götürəcəm, birini böyük üçbucaqdan. Baxın, x-in 100-ə nisbəti. Əla, bunu yazdıq. Sonra 5-in 50-yə nisbəti. 5 kiçik bucağa aiddir. 50 isə 50 sm böyük bucağa aid. 5 bölmək 50. Bitdi. Sualımız həll oldu. X də bərabər olacaq nəyə? 10 sm. Bu qədər sadə uşaqlar. Cavab D variantı. Sağ olun, salamat qalın.